Bu ay İmam Baqir Aleyhisselam buyurur likulli şeyin rabi'ul Kur'an şehr Ramazan. Her şeyin bir baharı var. Kur'an'ın baharı Ramazan ayıdır. Kur'an'ın baharı nədir? Ramazan ayıdır. Oxuya bilməyənlər öyrənsələr nə gözəl. Quransız o tərəflərə keçid yoxdur ya. Qiyamətdə. Bilirdiniz? İndi yaşlılar deyər, bunu demək üçün çağırmısan bizi bura. Yox, indi oxumayanlar, indi öyrənə bilənlər öyrənsinlər, öyrənə bilməyənlər heç alınmasa, deyir Allah bir mələk ayırar ona o tərəfdə. Mələk öyrədər ona Quran ayələrini. Yəni bu ora keçmək olmur. Oranın dili sanki Quran dilidir, fitrət dilidir. Baxın, Quran-ı Kərimlə ünsiyyət qura bilirsiniz. Ayətullah Qulpayqani vardı, müştəhid idi də, bilirsiniz, dünyasını dəyişib. Deyir, Ramazan ayında bir Quran yox, neçə dəfə Quran xətm eləyərmiş. Bir dənə Quran xətm eləyə bilsək nə gözəl. Hamımız yığışaq, bu ayda bir Quran xətm eləyək. Hədiyyə eləyək məsumlardan birinə. Mən oxumuşam, hansısa məsuma hədiyyə eləsən, məsum deyər, qiyamət günü mənnənsən. Bir dənə Quranı hədiyyə eləyə bilsən. Bir dənə məsuma, məsum deyər, mənnənsən qiyamətdə birlikdə. Yaxşı. Ona görə nə qədər bacardınız, bəli. Boş keçirməyin də. Düz deyə bunun yuxusu da ibadətdir, bilirəm. Nəfəsində zikirdir. Bunlar hamısını belə danışmışam da, bilirəm. Amma o minimumdur da, azdardır. Əllamə Təbətəbai Ramazan ayının 30 gününün hamısını əhya saxlayardı. Gecələri yatmazdı. Deyərdi 30 gün hamısı əhya. Hər gecə də Əbu Həmzə-i Sümali duası var, onu oxuyardı. Və Quran-ı Kərim Allahın əzəmətli neymətlərindən biridir. Əziz Allahımız. Bir dənə surə var, Ər-Rəhman surəsi. Nə qədər neymətlərdən söhbət açır. Axırda deyir, Fəbi-əyyi əlai Rabbikuma tukəzziban. Siz mənim hansı neymətimi danırsınız? Neyməti deyir, sonra bunu deyir. Neyməti deyir, bunu deyir. Siz mənim hansı neymətimi danırsınız? Sizə bu qədər neymət vermişəm mən. İlk dediyi neymət budur. Ər-Rəhman əlləməl Quran. Quranı öyrətmişəm mən sənə. İlk neymət budur. Gör, nə qədər mühüm neymətdir. Nə qədər mühümdür. Əllə əleyhissalamın Quranla bağlı bir sözləri var, qoy onu deyim sizə. Deyir ki, "Ə'ləmu ənə hâzəl Qur'an huvən nasih əlləzi la yəğuşşu." Bu Quran-ı Kərim sizə nəsihət edir. Elə bir nəsihət ki, la yəğuşşu. Orada bir hilə yoxdur, kələk yoxdur, aldatmaq yoxdur. Adam görsən, yaxşı danışır, axırda bir dənə zəhəri var onun üçün. Nəsə bir aldadacaq 5 dənə düz deyir ki, bir dənə yalana desin. Bu Quran-ı Kərim nəsihət edir. Tamamən əvvəldən axıra qədər nəsihətdir. Pislik demir, yaxşılıqdan başqa bir şey yoxdur. وَالْحَادِلَّذِي لَا يُزِلْ. Bu kitab hidayət edir, bu kitabda zəlalət yoxdur. وَالْمُحَدِّسُ الَّذِي لَا يَكْسِبْ. Düz danışır bu kitab, yalan danışmır bu kitab. Yaxşı. Ondan sonra deyir, وَمَا جَالَسَ هَذَا الْقُرْآنَ أَحَدٌ. Kim bu Quranla ünsiyyət qursa, otursa. İlla qamə anhu bi ziyadətin əv nəqsanin. Bu Quranla 5 dəqiqə ünsiyyət qursan, dursan ayağa, bir şey səndən azalar, bir şey sənə çoxalar. Bu Quran səndən neysə alacaq, sənə neysə verəcək. Nə alacaq, nə verəcək? Verdiyi hidayətdir, aldığı zəlalətdir. Xeyri əta eləyər, şərri səndən alar. Cami daxı. Adam var, biraz xeyri deyir, oradan ziyanı deyir. Yaxşı. Görsən, buradan kömək eləyir, oradan da günaha çəkir. Dost var ki, tam pisdə deyil də, biraz yaxşı işi də var, biraz pis işi də var. Biraz yaxşılıq deyir, oradan da pis iş də görür. Bu Quran-ı Kərim səndən nəsə alır, nəsə verir. Biz də bu cür olmalıyıq. Bizlə oturan insan nəsə bir pis xüsusiyyəti var, ondan çəkməliyik, uzaqlaşdırmalıyıq. Yaxşı bir xüsusiyyətlə, fəzilətləndirməliyik. Əmirül Möminin sözüdür. Bu Quran-ı Kərim salih insanlar üçün yoldur. Bu Quran-ı Kərim ətşan alimlərin suyudur. Bu Quran-ı Kərim düşünənlərin qəlbinin baharıdır. Bu əziz kitabımız dərdlərə dərman, elə bir dərman ki, özündən sonra dərd gətirməz. Görsən, dərman içər bəzi adamlara,
birinci yaxşı olur, amma səhv verilib də sonradan vəziyyət xarablaşdı. Amma bu elə bir dərmandır ki, sonra dərd gəlməz. Elə bir dərmandır. Nuran leysə ma'hu zulmə. Elə bir nurdur ki, zülmət yoxdur. Elə bir nurdur ki, zülmət yoxdur.